ikisi də razılaşıblar. İkisinin də bir-biri ilə konkret olaraq razılaşması var. Yəni bu görünən deyir dağın nə bələdçi. Baş verən hadisələr onu deməyə əsas verir ki, Putinlə Trump arasında bir razılaşma var. Baxın, bu günləri İngiltərənin baş naziri deməli Starmer'da Trump'ın az qala belə deyək də ağzından vurub ki, bəsdir də sən bu Zelenskini nə qədər günahlandırarsan. Yəni bu müharibənin davam etməsinə görə Zelenski razılıq verib. Baxın Sevinç xanım, Zelenski razılıq verib. Bu Putin isə şərtlər irəli sürür. Bu ateşkəslə bağlı ümumiyyətlə yəni bir pozitiv fikir səsləndirmir. Keir Starmer da deyir ki, ay Donald, bəsdir də, yəni üzr istəyirəm ifadəmə görə, bambululuq daha bu dərəcədə bambululuq yoxdur. Yəni insanlar ölür, şəhərlər dağılır, insanların deməli itkilər deməli hər gün artır. Bu da rəqəm hesablayır. Mən hesablamışam hər həftə nə bilim 5000 Rusiya tərəfdən, 5000 nə bilim Ukrayna tərəfdən ölənlər var. Bunu yığışdırmaq lazımdır. Yox, buna bir don geyindirmək lazımdır. Bilirsiniz, mən yenə də deyirəm ki, Amerika bu siyasəti ilə uçurumun dibinə gedir. Yəni mən Trump'ın bu apardığı yaratma siyasətin, yəni təkcə onun mənsub olduğu o respublikaçılarla mən keçən verilişlərdə də deyim, demokratlar arasında mübarizədə onun mənsub olduğu partiyanı ümumiyyətlə nüfuzdan salır. Yəni bu günləri Amerikaya inam azalıb, Amerikaya çoxları inanmırlar. Siz təsəvvür eləyin ki, deməli Amerika təklif eləyir ki, Ukraynaya təklif eləyir ki, sən Krımı rəsmən tanımalısan. Sonra o birisi hansı nəyə bənzəyir? Deməli, nümayəndəsi gedir, Putinlə bu məsələni müzakirə eləyir, sonra da düşür Zelenskinin üstünə, səndən soruşan vardı, Krımı tanı və yaxud da ki, tanıma. Bəs bu mövzu olmasa bunu Zelenski niyə sənə cavab qaytarmalıdır? Zelenski də, yenə də deyirəm, o bəziləri özlərini qoyublar üzr istəyirəm eşeğe yerinə, o Zelenskinin üzərinə baskılar həyata keçirilir. Zelenski mərd siyasətçidir, bacardığı qədər də bunun cavabını verir. Və başqa cürə nə olmalıdır? Öz dövləti maraqlarını necə qorumalıdır? Sənin şəhərin bombalanır, sənin insanların ölür. Sən nə deməlisən? Deməlisən, afərin, Vladimir, davam elə, продолжай, Vladimir, в том же духе, в том же направлении, rus dilində desin. Mənlik də deyilən bir şey var axı. Valla mən Trump'ın ümumiyyətlə, yəni əvvəl o seçkidən əvvəl, bilirsiniz, biz başqa gözləntilərimiz vardı da, sizin də, bizim də, siyasətçilərin də, təhlilçilərin də. Amma bu gələndən sonra bu Putin'dən çox Putinlik eləyir, Rusiyadan çox Rusiyalıq eləyir. Ukraynanın şəhərləri, bizim də taxtabaş yığınağı, o şərəfsiz yığınağı deyir ki, Rusiya dünyanın yarısı ilə müharibə aparır. Rusiyaya kim idi deyən ki, ay axmaq siyasətçi, nəyə gedib başqa ölkənin arasına soxulursan? Mən başa düşürəm, sən öyrəşmişdin ki, indiyə qədər hara soxulmuşsan orada qalmaq. Səni necə mitillədilər Suriyadan, hələ səni çox yerdən mitilləyəcəklər. Həmin o Afrikadan da səni qovacaqlar. Paşinyan və onun layiqli davamçıları da səni Ermənistandan mitilləyəcək. Səni hər yerdə mitilləyirlər. Bu günləri dəhşətdir, Sevinç xanım. Bu Peskovların yaramaz açıqlamaları, dünənləri Mariya Zakharovanın növbəti sərsəm bəyanatları Ukraynaya yönəli və yaltaqlanırlar. Bilirsiniz, dillərin yarım metrə çıxarıb Trump'ı tərifləyirlər ki, Amerika deməli Zelenskiyə qarşı doğru, düzgün tələblər irəli sürür. Dünənə qədər Anglo-Saks deyirdilər və iki sözdən üçü söyüş idi. Mən bunu bilirsiniz də, yəni biraz da ibarəli deyirəm, biraz da belə iynəli deyirəm ki, yəni bunların heç bir sözünə inanmalı deyilik.